Salam dostlar. Bir məlumatı nəzərinizə çatdırım. Şəkildə görmüş olduğunuz şəxs plastik cərrah kimi tanıdığımız Vüqar Ələkbərovdur. Nəyə görə onun fotosunu qoymuşuq? Çünki xəbər onunla bağlıdır. Vüqar Ələkbərov bu ilin, yəni 2025-ci ilin aprel ayında Universal Hospitalda bizim çox tanınmış, adının açıqlanmasını istəməyən, tanınmış əməkdar artistimizə, müğənnimizə sinə kiçiltmə əməliyyatı keçirib. Əməliyyat uğursuz alınıb, çünki bir neçə gün sonra sinədə nekroz baş verib. Nekroz çürümə deməkdir. Yəni başlayıb artıq əməliyyat yeri çürüməyə. Həkim vəd verib ki, sağaldacam. Şahidlərin təbii ki, bizə verdiyi məlumatda deyilir. Amma heç bir sağalma getməyib. Nəticədə əməliyyatdan sonra sinə nahiyəsində nekrozlaşma, yəni çürümə müşahidə olunub. Qısa müddət ərzində sinə formasını dəyişib və estetik baxımdan ciddi deformasiyaya uğrayıb. İddialara əsasən yaranan problemin aradan qaldırılması üçün müğənni dəfələrlə həkimə müraciət edib. Vüqar Ələkbərovun sinəni bərpa edəcəyinə dair verdiyi vədlər yerinə yetirilməyib. Tərəflər arasında bunun nəticəsində də konflikt yaranıb və xanım müğənni məcbur olub prokurorluğa şikayət etsin. Prokurorluğa şikayətdən sonra araşdırma başlanılıb. Biz müğənni ilə əlaqə saxladıq və xanım bildirdi ki, hələ araşdırma gedir deyə mən istəmirəm ki, adım açıqlansın. Amma araşdırmanın nəticəsində mən açıqlama verəcəm saytlara, sizə və saytlara açıqlama verəcəm digər saytlara da. Bundan əlavə bu hadisələrlə bağlı Vüqar Ələkbərovun digər şikayətçiləri də ortaya çıxıb. Yəni bir çox yerlərdə, istər Binəqədi prokurorluğunda, istərsə də səhv etmirəmsə Nəsimi prokurorluğunda Vüqar Ələkbərovla bağlı şikayətlərin olduğu iddia edilir. Biz təbii ki, qarşı tərəfin də mövqeyini ictimailəşdirməyə hazırıq. Təbii ki, açıqlama vermək istəsə biz buna hazırıq. Vüqar Ələkbərov Universal Hospitalda idi bu əməliyyatı. Bu əməliyyatdan sonra və bir başqa hadisənin də baş verdiyi iddia olunur. İddia olunur ki, orada hansısa bir hadisə baş verib, yenə də eyni məzmunda hadisə baş verib və ondan sonra Vüqar Ələkbərov oradan işdən uzaqlaşdırılıb. Hal-hazırda isə o Funda Hospitalda çalışır. Baxın əziz dostlar, Vüqar Ələkbərov Səhiyyə Nazirliyi tərəfindən ki, o ilin əvvəlində siyahı verilmişdi ki, bu cərrahlar əməliyyat edə bilər plastik cərrah kimi. Bax, o 46-47 cərrahın siyahısında olan şəxslərdən biridir. Buna baxmayaraq, bir neçə il öncə də Vüqar Ələkbərovun adı ölüm hallarında, əməliyyat zamanı baş vermiş uğursuz əməliyyatlar nəticəsində ölüm hallarında adı hallanırdı. Ümidvarıq ki, hüquq mühafizə orqanları məsələyə adil, ədalətli yanaşacaqlar və biz bu məsələni Astayimsaz saytı olaraq nəzarətdə saxlayırıq, sizə bu barədə geniş məlumat verəcəyik.